dolabımızı, daha doğrusu şüşəli dolabımızı sizə göstərməyə qoya biləcəyiniz şüşəli bir dolab var. Daxilində yerləşdirilib. Burada mətbəx hissənin mövcuddur. Bu hissədə TV stand yığılıb. Kifayət qədər geniş mənzərəmiz var. Gəldik ən maraqlı sualımıza. Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugün sizlərə Nərimanov rayonunda Tibb Universitetinin yanında yerləşən qanuni 2 otaqlı mənzili təqdim edirəm. Mənzil 82 kvadrat metr sahəyə malikdir, 11-ci mərtəbədə yerləşir. Kadrlardan da gördüyünüz kimi yeni, həm də müasir bir mənzildir. Mənzilin təmir keyfiyyətinə isə ümumiyyətlə söz ola bilməz. Bunun sadəcə olaraq gəlib yerində baxıb canlı şahid olmaq lazımdır. Dediklərimizin nə qədər həqiqətə uyğun olduğunu ancaq o vaxt başa düşmək olar. İndi isə mənzillə tanış olaq. Mənzildə 6 nəfərlik yemək masası bu hissədə quraşdırılıb. Gördüyünüz kimi yemək masasının sağ hissəsində belə bir gözəl güzgülü aksesuardan istifadə olunub. Qeyd edeyim ki, mənzilin qarşısı tam olaraq açıqdır. Belə, bu hissədən də mənzilin 2 eyvanı var ümumilikdə. Biri qonaq otağından bu hissədə yerləşir. Qarşısı yenə də deyirəm açıqdır. İkinci eyvan isə mətbəx hissədə yerləşir. Həmin eyvan da olduqca genişdir və qarşısı tam olaraq açıqdır. Belə, burada gördüyünüz kimi belə bir gözəl modern üslubda divan yerləşdirilib. Arxası pərdə ilə tam olaraq tutulub. Buradan qarşı tərəfi göstərək TV stand tərəfimizi, TV güşəmizi. TV güşədə olduqca zövqlə bəzədilib. Göründüyü kimi aşağıda da belə bir saxlanc dolabları kimi quraşdırılıb. Hər şey çox gözəldir. Bir-biri ilə uyğunluq təşkil edir. İstər bu formada kiçik aksesuarlar, tavanda gözəl çırçıraqlar. Gəlin indi buradan sizə güzgülü dolabımızı, daha doğrusu şüşəli dolabımızı sizə göstərməyə çalışacağım. Bu hissədə belə bir daxilində işıqla belə bir şüşəli dolabımız var. Görə bilərsiniz, hansı ki hal-hazırda müəyyən aksesuarlar burada düzülüb və olduqca da göz oxşayan görüntü yaradır. İndi isə mənzilimizin qonaq otağı ilə tanış olduq. Keçək mətbəx hissəmizə. Mətbəx hissəmiz gördüyünüz kimi bu formada burada yerləşdirilib. Burada mətbəx hissənin qapısı şüşəli sürgü qapılardan ayrılıb. Şüşəli sürgü qapılar da olduqca keyfiyyətli profillərdən yığılıb. Bunu səsindən, hərəkət etməsindən asanlıqla müşahidə eləmək olur. Həm də çəkisi həqiqətən ağırdır. Yəni yüngül konstruksiya deyil, keyfiyyətli materialdır. O cümlədən də burada gördüyünüz kimi belə bir tablolar və s. bunlar xırda ayrıntılardır. Amma mətbəx özü-özlüyündə olduqca həqiqətən də genişdir, gözəldir, göz oxşayandır, modern üslubda yığılıb. Gördüyünüz kimi gizli aspiratorumuz quraşdırılıb. Belə tutacaqsız qapaqlardan istifadə olunub. Mərmər sinəli, tökmə mərmər dəzgah hissə tökmə süni mərmərdəndir. Belə, burada diqqətinizə çatdırım ki, gizli qabiyan maşın quraşdırılıb bu formada. Belə, qaz ocağımız 4 gözlüdür, 3'ü qazla işləyir, biri elektrikli sobadır. Burada isə mikrodalğalı soba və elektrikli soba. Soyucudu da quraşdırılıb, media markalıdır. Gördüyünüz kimi mətbəx hissədə bir də TV güşəmiz mövcuddur. Bu hissədə TV stand yığılıb. Siz görüntülərini görəcəksiniz arada. Bu hissədə isə gördüyünüz kimi mərmər sinəli dəzgah bura qədər davam elətdirilib. Bu hissədə müəyyən dipçəklərinizi və yaxud da ki, digər aksesuarlarınızı burada qoya bilərsiniz. Olduqca göz oxşayan görüntü yaradacaq. Buralarda dolablarla zəngindir. Saxlanc yerləri ilə bağlı heç bir problem yaşamayacaqsınız. Mənzilin ikinci eyvanı mətbəx hissədə yerləşir. Bura isə ikinci eyvandır. Buyurun keçək. Bəli, bura mətbəx hissədən keçdiyimiz ikinci eyvanımızdır. Və bu hissədə isə paltaryan quraşdırılıb, hansı ki kimyəvi məhsullarınızı həm burada saxlayacaqsınız və burada da paltarlarınızı yuyacaqsınız. Bunun mətbəxə daxil olmaması müəyyən üstünlüklərdən biridir deyək. O cümlədən də bu hissədə də öz ərzaqlarınızı və yaxud da ki artıq əşyalarınızı asanlıqla yığa bilərsiniz. Belə, qarşıdan görüntünü göstərək.
Kombimiz bu hissədə quraşdırılıb. Üzərində gördüyünüz kimi AUX markalı kondisionerin mühərriki yuxarıda quraşdırılıb. Eyvanımızın da qarşısı tam olaraq açıqdır. Hal-hazırda gecə saatları olduğuna görə bir o qədər yaxşı görünməyə bilər. Amma şəhərə kifayət qədər geniş mənzərəmiz var. İndi isə keçid eləyək mənzilimizin yataq otağına. Mənzilimizin yataq otağı o qədər gözəl, zövqlü rənglərdən istifadə olunaraq dizayn olunub ki, valeh olmamaq əldə deyil, sözün hər və həqiqi mənasında. Buyurun, gəlin qonaq otağımızdan tanış olun. Həqiqətən də bir-biri ilə olduqca gözəl uyğunluq təşkil edən rənglərdən istifadə olunaraq dizayn olunan bu yataq otağında gördüyünüz kimi belə bir gözəl geniş çarpayı, belə bir yataq başlığı, iki tərəfində lepka işləmələr, faskalı güzgülər, divar çılçıraqları, hansı ki bura deyilir. Bu hissədə gördüyünüz kimi aksesuarlarınızı qoya biləcəyiniz şüşəli bir dolab var. Daxilində işıqlı söndürə və yaxud da ki yanlı saxlaya bilərsiniz. Bu hissədə isə belə bir geniş və dərin ölçülü dolab, yuxarıda da gözlər mövcuddur. Bu hissədə isə 2 ədəd sıyırması mövcuddur. Belə, burada da gördüyünüz kimi belə bir make-up masamız var. Qarşısında pufiki ilə birlikdə burada şəxsi qulluq vasitələrinizi yerləşdirmək üçün kifayət qədər yer var. İkili siyirtmədən istifadə olunub. İşıqlı bir güzgümüz var. Belə də gözəl incə aksesuarlardan istifadə olunub. Bu yataq otağımızı da təqdim eləmiş olduq. Qeyd edeyim ki, TV çıxış bu hissədə quraşdırılıb. Elektrik yuvası, internet xətti və kabel televiziyası. İndi isə keçid eləyək mənzilimizin sanitar qovşağına. Sanitar qovşağımız isə bu hissədə yerləşir. Sanitar qovşağı da otaqlarda olduğu qədər iddialı bir təmiri var, dizaynı var. Çox göz oxşayan rənglərdən istifadə olunub. Ümumilikdə hamam otağında 3 rəngdə qranitdən istifadə olunub. Qara, ağ və taxta teksturalı. Gördüyünüz kimi burada belə bir gözəl moydadırımız var. Bu hissədə siyirtmələr, hansı ki gigiyenik vasitələrinizi yerləşdirmək üçün duş kabinanı görməkdəsiniz. Duş kabinanın sürgülü şüşələri olduqca keyfiyyətli olduğunu asanlıqla demək mümkündür. O cümlədən gördüyünüz kimi qara rəngli duş aksesuarlarından istifadə olunub. Burada nişalar var. Bəzək aksesuarlarınızı və yaxud da ki yenə də gigiyenik vasitələrinizi qoya bilərsiniz. Burada şkilkamız və paltar asılan da quraşdırılıb. İndi isə keçid eləyək mənzilimizin koridor hissəsinə. Koridor hissəsində gördüyünüz kimi bu hissədə belə bir koridor dolabı quraşdırılıb. Bu hissədə kiçik gözlərimiz var. Bu hissədə isə verşilka ilə asmaq üçün hündür, dərin dolabımız mövcuddur. Və o cümlədən də burada ayaqqabılarımızı geyinmək və çıxartmaq üçün belə bir pufik və burada açarlıq quraşdırılıb. Belə kiçik aksesuarlar da qoyulub mənzilə. Bunlar da mənzilə müəyyən qədər estetik görüntü qatmaqdadır. Belə, biz mənzilimizlə demək olar ki, tanış olduq. Mənzil haqqında məlumatları bir daha diqqətinizə çatdırım. Mənzil qanuni 2 otaqlıdır, 82 kvadrat metr sahəyə malikdir. Mənzilimizin sənədi çıxarışdır, kupçadır, ipotekaya yararlıdır. Gəldik ən maraqlı sualımıza. Bu mənzilin qiyməti. Mənzilin qiyməti 325 min manatdır. Maraqlanan şəxslər bizimlə əlaqə saxlasın. Zəng edin, mənzilə istənilən vaxtı baxış keçirmək mümkündür. Qiymətdə də endirim olunacaq. Buyurun, sağ olun. Gələn görüşlərdə görüşənədək.